2025-ci il 25 may tarixində keçirilən blok imtahandakı növbəti 6-cı suala baxırıq. Deyir ki, zərflərin məna növlərinə görə işlənmə ardıcıllığını müəyyənləşdirin. O ətrafına baxa-baxa ora-bura vurnuxurdu. Deməli uşaqlar, baxa-baxa. İlk baxışdan necə, nə tərzdə sual verib, bunu zərf olaraq düşünə bilərsiniz. Amma qoşa A-dan işlənəndə biz demişik ki, nə edirik? Bunu araq-ərək şəkilçisindən yoxlayırıq. Baxaraq, eləmi? Və yaxud da başlanğıc formaya baxırsan, görürsən ki, baxmaq feilindən söhbət gedir. Və yaxud da ki, sözün ümumi məzmununa baxırsan ki, burada feildir, yəni baxmaq feilindən, hərəkətdən söhbət gedir. Ona görə bu feildir. Bu oldu feili bağlama, zərf deyil. Ora, bura bilirik ki, yer zərfidir. Sonra, bərk tufan olduğundan sahil güclə seçilirdi. Demək, necə tufan? Bərk tufan. Bu, ismə aid olduğu üçün sifətdir. Bu getdi. Güclə seçilirdi. Necə seçilirdi? Nə tərzdə seçilirdi? Tərz hərəkət zərfi. Bu oldu, demək, tərz. Sonra, fermer təsərrüfatının məhsuldarlıq 1-ə 5. Bu, açıq-aşkar görsənir ki, kəmiyyətdir. Feilə də aid olduğu üçün sən buna sifət də deyə bilməzsən. Zərf. Gec-tez əzəli torpaqlarımız düşmən torpağından azad edəcək. Gec-tez də zaman zərfidir. Bu da oldu zaman. Demək, ardıcılığa baxaq. Bu nə idi? Yer. 3. Sonra tərs. 1. 1-ə 5 kəmiyyət. 4. Ən sonuncu zaman 2. 3, 1, 4.